20. soru daha. İki disk kartı otomatik sıfırlanır. 1.4 periyot varsa 3.4 periyot ne beraber? Elimizde olanlar verilenlere bakmamışlar önce. Buna bakarak dikkat yetirək ki, ilk növbədə bizim elimizdə bir disk var, bir də ümumi halda qarşılı ötürmə var. Ona görə də bu hallar ayrı-ayrılıqda nəzər salacaq. Birinci növbədə diska baxaq. Diska baxdığımız zaman görürük ki, 1-2 nöqtələri, radiusları burada təyin edilmişdir. R2, R2, 2R, deməli, və R1-in R olduğu yazılır. Belə burada qeyd edək. Və diskdə bilirik ki, diskdə necə idi? Tn omega, yəni tezlik, periyod və dövrə tezliyi konstantdır, yəni sabitdir. O zaman bir dənə düstur, deməli, bunlardan biri sabit qalmaqla, diğer iki element arasında mütənasiblik nəzərə salsaq bir bərabərdir. Omega düsturuna nəzər salmalıyıq. Onda baxaq, belə yaza bilərik ayrı-ayrılıqda. Səliqəli olsun, başa düşən olsun deyə yazaq burada birinci. Birinci olaraq elə aydınca yazacağım ki, V1, 2, pi, böl. Deməli, T1, R. R1. Niyə yazıram? Bu da T1, T2 elə ümumən T'nin özüdür. Yəni, bunu yadda saxlayaq. Və buradan B1, R1'im zaten R idi. Ona görə 2 pi R böl T'ni almış olduk. Qalsın bizdə. Sonra keçək ikinciyə. İkincidə. Yine aydın olsun diye hissəli yazacağım. B2 bərabərdir. 2 pi R2 böl T2. Yani buradan da 2 pi R2'nin yerine 2R bölünsün yine T formatında yazdık. Bu da bizde kalsın. Bunu belə parçalamıram, ayırmıram. Bunlar belə yazaq. Sonra bizim nə də lazım olacaq? Burada son məqam olaraq ümumiyyətlə yekun olaraq da görürük ki, V2 2 V1'in özüdür. Bu yadımızda qalsın. İndi keçək ikinci hissəyə. 2 ilə 3. 2 ilə 3 də qarşılı ötürmədir. Və qarşılı ötürmədə də yeganə olaraq bir dənə V, yəni sürətin sabit olduğu bizim əlimizdə var. Bu bizə nəyə kömək eləyəcək? Bu onda kömək eləyəcək ki, yəni V3 nöqtəsindəki sürətlə V2 nöqtəsindəki sürət nədir? Bir V sürətidir. Bu bizə kömək eləyəcək bunda. Ondan sonra nə edəcək? Ondan sonra artıq hər şey öz boyundan düşəcək, sırayla gedəcək. V3'ü yazacaq belə. V3 bərabərdir. Omega R3. V3'ün yerində bunlar bərabər olduğuna görə V2'nin bax mən buradakı düsturunu yazacağım. Bunu sadəcə görmək üçün yazdım. Yazaq. V3'ün yerində yazıram 2 pi 2 R böl T. Bax burada konstant idi. Bu kadar video çəkmişəm, qeyd almağı yaddan çıxartmışam. Deməli, belə deyək, yenidən yazım. V3 ile V2 birbirine beraber olduğu için bu kalemi götürün. V3 ile V2 birbirine beraber olduğu için V3'ün düsturunun olduğu gibi qeyd ettim. V3'ün düsturunu qeyd etdikdən sonra burada bu bilgilendirme için de bu. Ona göre bunu sadece bilmeniz için yazmıştım. Esas bu düsturdan istifadə ediləcək. 2 pi 2R böl T. Ve V3'ün yerine apardım. Bak burada yazdım. 2 pi 2R böl T. Yaxınlaşdıraq. Bunu beraber elədim. Elə həmin V3'ün öz düsturu. Çünki qeyd etdim. Tabii ki səslə düşmədi. 3'ün getdiyi dövrün sayı periyodu əlbəttə ki disk içerisinde olan periyodunun tamamen fərqli olacaq. Ona görə hər tərəfdən 2 pi 2 pi'ləri apardım. Bir ortada 2 qaldı. Burada da T qaldı. Məxrəci T qaldı. Çarpaz bir-birinə vuraraq D3 bərabərdir. T böl 2 almış oldu. A variantı.